Sizcə bir ölkəni zəngin edən ən böyük amil nədir? Neft, qaz, qıdıq yataqları, yoxsa çoxlu əhali? Heç biri deyil. Bir ölkənin ən böyük iqtisadi resursu məhz etibardır. Bunu 3 nümunə ilə izah edəcəm. Birinci nümunə İsveçrə. İsveçrədə dünyanın ən böyük neft qaz yataqları yoxdur. Ancaq milyarderlər öz pullarını İsveçrə banklarına əmanət edirlər. Biz İsveçrə saatı alanda onun keyfiyyətinə inanırıq. İsveçrə şirkəti ilə müqavilə imzalayanda deyirik ki, artıq bizim hüquqlarımız qorunacaq və rahat şəkildə müqavilələri imzalaya bilirik. Bu 10 illiklər ərzində formalaşan bir etibardır və ən böyük iqtisadi resursdur. İkinci nümunə Singapur. 1965-ci ildə Singapur müstəqillik qazananda onların nə böyük neft yataqları var idi, nə də böyük daxili bazarı. Ancaq onlar bir şeyi bacardılar. İnvestorun özünü təhlükəsizlik hiss etdiyi, müqavilələrin qorunduğu və rahat investisiya modeli formalaşdırdılar. Və artıq indi böyük şirkətlərin əksəriyyəti regional headquarterlarını məhz Singapurda yerləşdirir. Üçüncü ən maraqlısı Dubay. Çox insan səhvən düşünür ki, Dubayın gəlirlərinin böyük əksəriyyəti neftdəndir. Xeyr. 2024-cü ildə Dubayın ÜDM-i 120 milyar dollar civarında idi və bunun 95% qeyri-neft sektorundan, turizm, logistika, biznes sektorundan gəlir. Yəni dediyim odur ki, ən böyük resurs yerin üstündə və yerin altında deyil, insanların beynindədir. Yəni etibar varsa kapital gəlir, kapital gəlirsə biznes yaranır, biznes yaranırsa iqtisadiyyat böyüyür. Sözümün canı odur ki, əgər şəxsi reputasiyanı və ya şirkətinizin brendini formalaşdırmaq istəyirsinizsə, mütləq etibar qazanmağa fokuslanın.